Salam əziz şagirdlər, bugün sizinlə test toplusundan kvadrat köklər həqiqi üslü qüvvət bölməsinin hesabi kvadrat kök və onun xassələri alt bölməsinə aid bir neçə maraqlı sualın izahı ilə tanış olacağıq. İlk sualımız 35 nömrəli sualdır və sualda deyilir ki, A bərabərdir 10 kök 3, B bərabərdir kök altında 0,3 olarsa A-nı B ilə ifadə edin. Gəlin A-nı B ilə ifadə eləmək üçün sadə yol ilk əvvəl A-nı B-yə tərəf-tərəfə bölək. Yəni A böl B bərabərdir 10 kök 3. Burada isə kök altında 0,3 eləyir. Bu ifadəni sadələşdirək. 10 kök 3. Burada kök altında 3 bölünsün. Kök altında 10 yazaq bu ifadəni. Daha sonra kök altı 3-ləri ixtisar etsək, kökdə 10 məxrəcin məxrəcidir, sürətə qalxır, olur 10, kök altında 10. Əgər A-nı B-yə böləndə 10 kök altında 10 alırıqsa, buradan A-nı tapsaq, A bərabər olur 10 kök altında 10 B-yə, yəni tənasüblə vurduqda. Deməli, misalımızın düzgün cavabı eləyir C variantı. Növbəti suala keçək. Növbəti sual 39 nömrəli sualdır və sualda deyilir ki, B kiçikdir 0 olduqda kök altında 64A B-nin kvadratı ifadəsində vuruğu kök işarəsi altından çıxar. Bərabərdir. 64 müsbət ədəddir. Oradan 8 çıxır kökdən. A-dan kök çıxa bilmirik. Qüvvəti kifayət eləmir. B kvadratından kök altında B kök altından çıxır. Modulda B kimi və kök altında A isə qalır. Bərabərdir. B-imizin mənfi olduğu verilib. B mənfidirsə, modulda B-ni sadələşdirmək üçün qarşıya bir mənfi atmalıyıq. Yəni, mənfi 8B kök altında A kimi olur ifadəmiz. Bu isə bizdə düzgün cavab olaraq A variantında verilib. Növbəti sualımız 42 nömrəli sualdır. 42 nömrəli sualda deyilir ki, kök altında 3 çıxılsın 2, kök altında 7 üzərinə gəl 1 aralığında neçə tam ədəd var? Bu haldakı tam ədədləri soruşur bizdən. Gəlin təqribi bu ifadələrin qiymətini hesablayaq. Yəni kökdə 3 çıx 2-nin təqribən hansı aralıqda olduğuna baxaq. Kökdə 3-dən təqribən 1,7 çıxır. 1,7, 1,8 də götürə bilərik. Yəni burada tam ədədlər soruşur. Bizim burada götürdüyümüz qiymət düzgün aralıqda olsa kifayət eləyir. Təqribən 0,3 düşür. Amma mənfi. Burada. Daha sonra ikinci kök altında 7 üzərinə gəl 1-i təqribi qiymətini alaq. 2,7 götürək. Üzərinə gəl 1 təqribən eləyir 3,7. Deməli, aralığımızı yenidən bu ifadələrinə yazsaq, mənfi 0,3-dən 3,7-yə qədər olan aralıqda tam ədədlərin sayı. Bu aralıqda görürsək ki, 0 var, 1 var, 2 var və 3 var. Təbii ki, onların sayı soruşduğundan C variantı 4-dür. Növbəti sual 46 nömrəli sualdır və sualda deyilir ki, kök altında 11 çıx kök altında 10 bərabərdir n-ə. O olarsa, yəni bu ifadə doğrudursa, kök altında 11 üzərinə gəl kök altında 10 bərabərdir sual. Yəni bunu n ilə ifadə etməliyik. Gəlin bu ifadəyə bir m deyək. Daha sonra bu ifadələri tərəf-tərəfə vuraq. Çünki sol tərəfdəki ifadələr qoşmadır. Orada transformasiya alınacaq. Kök altında 11 çıx, kök altında 10 vurulsun. Kök altında 11 üzərinə gəl kök altında 10 alınır sol tərəfdə. Bərabərdir n m hasili. Bu ifadə a kvadrat b kvadratlıdır. Sadələşdirsək 11 çıx 10 1-ə bərabərdir. N vur m 1-ə bərabərdir. Təbii ki, biz burada m-i tapmalıyıq. Bizdən sorulan ifadəyə m demişdik. M bərabər olur 1 bölünsün n-ə. Bu isə eləyir C variantı. Keçirik növbəti suala. 48 nömrəli sual. Sualda deyilir ki, x böyükdür 0 və y kiçikdir 0 olduqda kök altında 4x kvadratı y üstü 6 ifadəsini sadələşdirin.
4'dən kök altından x çıxacaq, o müsbət ədəddir, işimiz yoxdur. X-in kvadratından, təbii ki, kök altında x-dan, x kvadratından bizdə modulda x çıxacaq. Y üstü 6-dan isə bizdə modulda y-in kubu çıxacaq. Çünki y üstü 6 y-in kubunun kvadratıdır. Kvadrat və kök islah getdikdə modulda çıxır ifadəmiz. Bərabərdir. 2 və x-a baxsaq x müsbətdir. Deməli, bu ifadə olduğu kimi çıxacaq. Lakin y mənfi ədəddir. Onun kubu da yenə mənfi eləyəcək. Yəni, qarşısına bir mənfi atmalıyıq. Qarşıya bir mənfi atdıqda o ifadənin qarşısına gəlir. Mənfi 2 x y-in kubu şəklini alır ifadəmiz. Və 48 nömrəli sualda düzgün cavabımız eləyir Y variantı. Növbəti sualımız 68 nömrəli sualdır və sualda deyilir ki, 5 kiçikdir x kiçikdir 9 olarsa, kök altında x çıxır 5-in kvadratı üzərinə gəl, kök altında x çıxır 9-un kvadratı ifadəsini sadələşdirin. Bu ifadələrin kvadrat və kökləri slaytda hər ikisi modulda çıxmalıdır. X çıx 5 üzərinə gəl. Modulda x çıx 9 alırıq. İndi isə gəlin onların işarələrini təyin eləyək. X çıx 5, x-in 5-dən 9-a qədər olan aralıqda olduğunu nəzərə alaraq bu aralıqda x-in bütün qiymətləri 5-dən böyükdür. Yəni bu ifadə müsbət qiymət alır. Digər ifadədə x çıx 9-dur. Lakin bu aralıqdakı qiymətlərin hamısı 9-dan kiçik olduğuna görə ondan 9 çıxdıqda mənfi alınacaq. Müsbət ədədlər moduldan müsbət ifadələr olduğu kimi çıxır. Yəni x çıx 5 üzərinə gəl mənfi ifadələrdə isə qarşıya bir mənfi atılır. Yəni x çıx 9-umuz moduldan 9 çıx x kimi azad olunur. Burada x-lar islah getsə 9 çıx 5 düzgün cavabımız eləyir 4. Bununla da bu mövzuya aid olan suallarımızın izahı sona çatdı. Növbəti videolarda görüşənədək.